Bunlarda aylar məsələsinə gəldikdə 5-6 aya qədər ilkin mərhələdə müalicə getməlidir. Amma müalicələrin 2-3 ilə tabe olması da var. İndi burada nədir? Yəni bunun ağırlıq dərəcəsidirmi, yoxsa tamamən onun fonunda başqa xəstəliklər də var deyə bütövlükdə onu biz təmizləmək üçün biz digər xəstəliklərin də müalicəsini paralel aparırıq deyə. Yəni bu 5-6 ay göstərici və 2-3 il göstəricinin arasındakı o geniş olan intensiv göstərici interval nəyin əslində göstəricisidir? Yəni çox incə məsələyə toxundunuz. Ona görə ki, çox zaman depressiyanın müalicəsinə, təşviş pozuntuları müalicəsinə çox bir bəsit yanaşma var. Çox zaman belə bizdə tipdə xəstələr ən birinci, yəni psixiatr gəlib çatana qədər bir neçə il bu və digər həkimlərə müraciət edirlər. Ona ki, depressiyada, təşvişdə, psixi pozuntularla yanaşıb psixosomatik pozuntular da var. İnsan ürək döyüntüsü, panik atak kimi ürək döyüntüsü, ağrısı olanda kardioloqa gedir, qulağında biraz səs var, lor həkimə gedir, mədə bağırsağı alır, terapevtə gedir, gəzirlər belə. Amma və onun fonunda da psixosomatik dəyişən fonunda əhval-ruhiyyə yox, bədbinlik var, maraq yox, istək yox, dərman atır, yəni bütün günü onun fikrini edir. Yəni təşviş və depressiya qarışır bir-birinə. Halbuki bünövrə biraz başqadır.